Hər vaxtınız xeyir, əziz qardaşlar, əziz valideynlər, əziz dinləyicilər. Yəni, alkoqolizmlə bağlı mən sizə bir dənə belə bir məlumat verim. Mən özüm vaxtı ilə alkoqolizmlə əziyyət çəkmişəm, idarə olunmaz həyat yaşamışam. Vaxtı ilə illüziyalarda yaşayırdım ki, yəni mən neynirəm, mən içirəm. Mən heç nə eləmirəm, heç kimə də dəyib dolaşmıram. Amma reallıq bundaydı ki, alkoqolizm mənim həyatıma vurdu o fəsadlar, yəni aləmi itirdim. Sonra karyeramı işdən oldum, yəni idarə olunmaz oldum. Hər şeydə başlayırdım, yəni ətrafımı, yaxınlarımı günahlandırırdım. Problemi maddədə görürdüm. Reallıq burada iş problem mənim düşüncəmdə, mənim davranışlarımdaydı. Alkoqolizmi mən hər tərəfli apravdaniya eləyirdim və bildiyim qədər, bacardığım qədər öz xəstəliyimi qoruyub saxlayırdım. Reallıq bundadır ki, xəstəlik məni gətirib o dərəcəyə çıxartmışdı ki, yəni mən artıq başlayırdım həyatımda dibləri yaşamağa, yəni belə deyim də fəsadları yaşayırdım. Yəni, bugünkü gündə Allahın böyüklüyünə şükürlər olsun, mən onu sizə bildirmək istəyirəm ki, alkoqolizmdən əziyyət çəkən insanlar illüziya ilə yaşayırlar. Yəni, bizi necə etibar eləyib deyə də bilmirlər. Evdə aldadırlar, manipulyasiya yolları ilə. Yəni, deyirlər ki, istədiyimiz vaxtı biz tərgizəcəyik, vaxt olubdur, tərgizmişəm. Bəli, vaxt olubdur, tərgizibdir. O zamanlar belə deyim də yeni asılılıq formalaşmamışdı. Bugünkü gündə asılılıq formalaşanda o insana illüziya olaraq gəlir ki, mən istədiyim vaxtı tərgizəcəm. Reallıq budur ki, asılılıq artıq formalaşıb və bunun yeganə bir yolu var ki, bugünkü gün siz həkimə getsəz, həkim detoks eləyəcək, həkim nə bilim, sistem vuracaq. Amma bundan artıq həkimə deyəndə həkim çiçiyini çəkəcək, deyəcək, mən neyləyə bilərəm. Onun yeganə yolu reabilitasiya mərkəzidir. Yəni, reabilitasiya mərkəzinə həqiqətən də bunun təqabüsü görünür və bugünkü gündə də mütəxəssislər var, belə deyim də, xidmətçilər var, volontyor personallar var, psixoterapevt, narkoloq, art terapevt, gestalt terapevtlər var. Bu cürlə mütəxəssislər işləyirlər və asılılığın, belə deyək də, bu asılılığın qarşısını almaqla. Sağ olun.